İnnel hamdelellahi ve nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmaîn. Emme ba'd. Değerli Müslüman və bazı qardaşlarım, bir mövzu barəsində danışmaq istəyirəm və güman edirəm ki, bu mövzu faydalı olacaqdır. Bu mövzu qəbir əzabının dəlilləri və ona səbəb olacaq günahlar barəsində olacaqdır. Qəbir əzabının dəlilləri və ona səbəb olacaq günahlar barəsində olacaqdır. Təəssüflər olsun ki, günümüzdə bəzi insanlar qəbir əzabını inkar edirlər. Ha belə bəzi müsəlmanlar qəbir əzabından məlumatsızdır və ona səbəb olacaq günahları bilmirlər. Və ona görə də bu səbəbdən də güman edirəm ki, bu mövzu faydalı və xeyirli olacaqdır. Və birinci bilmək lazımdır ki, insan öldükdən sonra ta qiyamət günün başlanmasına, yəni insanların dirilməsinə qədər olan aləmə bərzəx aləmi deyilir. Bərzəx aləmi iki şey özündə ehtiva edir. Bir, qəbir fitnəsi, yəni qəbir sorğu-sualı. İki, qəbir azabı və neməti. Qəbir axirət mənzillərdən birincisidir. Kim ondan nicat taparsa, uğur qazanmışdır. Kim ondan xilas olmazsa, sonradan ona daha ağır şeylər gözləyir. Və Osman ibn Affanın radiyallahu anhun köləsi Hani radiyallahu anhu rəvayət edir ki, Osman radiyallahu anhu bir qəbirin üzərində durduğu zamanı saqqalı yaş olana qədər ağlayardı və ona belə deyilərdi: Cənnət və cəhənnəm xatırlandığı zamanı ağlamırsan, lakin bu qəbirə görə ağlayırsan. Sonra dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə demiştir: İnnel qabra evvelu menzilin min menazilil ahireh. Fe in neca minhu fema ba'dahu eysaru minhu ve in lem yencu minhu fema ba'dahu eşeddu minhu. Allah Resulü sallallahu aleyhi ve sellem belə demiştir: Qəbir ahirət mənzillərin ilk mənzilidir. Kim ondan qurtularsa, ondan sonraki olan şeylər daha asandır. Kim ondan qurtulmazsa, ondan sonraki olan şeylər daha ağırdır. Osman radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: Mə rəaytu mənzəran qattu illə vəl qabru əfza'u minhu. Buyurdu ki, sallallahu aleyhi ve sellem, mən qəbirdən daha qorxunç bir mənzərə görmədim. Bu səbəbdən də insan, müsəlman qəbir üçün azuqə toplanmalı və hazırlıq görməlidir. Necə ki, salih sələflər bunu edərdi. Tabinlərdən Rabi ibn Xeysəm rahimullah evində bir qəbir qazmışdır. Qəlbində bir səslik hiss etdikdə bu qəbirə gəlib uzanar, Allahın istədiyi qədər bir müddət durduqdan sonra bu ayəni oxuyar. Və hansı ki, Möminin surəsinin 99-cu və 100-cü ayəsini oxuyardı. Rabbim, məni geri qaytar, bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm. Və sonra Rahimullah nəfsinə belə deyərdi: Artıq səni geri qaytardım, ciddi ol. Və bu onu göstərir ki, sələflər necə də önəm verərdilər və qəbir həyatı üçün, axirət həyatı üçün ciddi olardı və azuqə toplayardılar. Və Həsən-ül Bəsr rahimehullah belə demişdir: 2 gün və 2 gecə var ki, onların bənzərini heç vaxt eşitməmişsən. 2 gün və 2 gecə var ki, onların bənzərini heç vaxt eşitməmişsən. Onlardan o gecələrdən birincisi sənin qəbir əhli ilə birlikdə gecələdiyin gecə, yəni torpağa qoyulmusan və sən bundan əvvəl heç vaxt belə bir gecə keçirməmisən. İkinci gecəyə gəlincəsə, səhəri qiyamət günü olacaq gecə. Günlərə gəlincə, o birinci gün Allahdan sənə ya cənnət ilə,
ya da cəhənnəmlə müjdə verən mələklər gələcəyi gün. İkinci günə gəlincə isə sənə kitabın ya sağ əlinlə, ya da sol əlinlə veriləcəyin gün. Və bu da onu göstərir ki, dəyərli qardaşlarım, ki bu yəni sələflər necə önəm verərdilər bu qəbir həyatına, axirət həyatına və çünki qəbir həyatı və qəbir əzabı haqdır. Bəzi insanlar təəssüf ki, qəbir əzabını inkar etmişdirlər. Lakin əhl-i sünnə vəl cəmaə ittifaqla bu məsələdə icma etmişdir. Bunu öz əqidə kitablarında qeyd etmişdir. Biz Quran və sünnəyə baxsaq, bu məsələdə aid kifayət qədər dəlillər olduğunu şahid olacaq. Bu dəlillər çoxdur. Yəni bu dəlillərdən Quranda Qafir surəsinin 45-ci və 46-cı ayəsində uca Allah buyurur ki: "Və haqa bi ali fir'auna su'ul azabin naru yu'radun alayha guduwan və ashiyan və yawma taqumus sa'atu adkhilu ala fir'auna ashaddal azab." Uca Allah buyurur ki, Firon nəslini, yəni Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər axşam oda ərz olunarlar. Qiyamətin qopacağı gündə isə mələklərə Firon nəslini ən şiddətli əzaba salın deyiləcəkdir. İbn Kəsir rahimehullah demişdir ki, əhl-i sünnə bu ayəni qəbirlərdəki bərzəx əzabına dəlil gətirmişdir. Alimlər demişlər ki, ayədə olan od, yəni onlar səhər axşam oda ərz olunarlar, buradakı od qəbir azabıdır. Yəni onun odudur. Çünki yəni bundan sonra, yəni ayənin bu hissəsindən sonra uca Allah belə buyurmuşdur. Qiyamətin qopacağı gündə isə mələklərə Firon nəslini ən şiddətli əzaba salın deyiləcəkdir. Yəni qiyamətin qopacağı gün deməsi özündən əvvəlki odun qəbir əzabına dəlalət etdiyini göstərir. Yəni Allah azza və cəllə deyir ki, yəni səhər axşam onlar yəni oda ərz olunarlar. Yəni səhər axşam oda ərz olunarlar. Və bundan sonra ayənin bu gedişatından sonra deyir ki, qiyamətin qopacağı gündə. Və bu onu göstərir ki, bu od, yəni səhər axşam od qəbir əzabına dəlalət edir. Və sünnəyə baxsaq, Nəsaidə gələn hədisdə Ayşə anamız radiyallahu anhə belə demişdir. Mən Allah Rasulundan qəbir əzabını soruşdum. O belə dedi: "Nəam, əzabul qabr haqqa." Deyir ki, bəli, qəbir əzabı haqdır. Sonra Ayşə anamız radiyallahu anhə belə demişdir. Allah Rasulü sallallahu aleyhi və səlləm hər namazından sonra qəbir əzabından Allaha sığınardı. Həmçinin də sünnədə İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm iki qəbirin yanından keçdi və belə dedi: "Bu iki qəbir əzab olunur." Və bu da onu göstərir ki, nədir? Qəbir əzabı sünnədə varid olmuşdur və bu haqdır. Və digər hədisdə Bəra ibn Azibdən rəvayət olunur ki, yəni bu da möhtəşəm bir hədislərdəndir. Bu hədis həm möminin halını, həm də kafirin halını bizə aydın edir, bəyan edir ki, insanın, yəni ruhu, həm möminin, həm kafirin ruhu çıxdıqdan sonra hansı hallar baş verir, bu hədisdən biz onu başa düşürük. Bəra ibn Azibdən rəvayət olunur ki, belə demişdi: "Xaracna ma'a Rasulillahi sallallahu aleyhi və səlləm ilə cənazə. فجلس رسول الله صلى الله عليه وسلم على القبر وجلسنا حوله كأن على رؤوسنا الطير وهو يلحد له فقال أعوذ بالله من عذاب القبر ثلاث مرار." Buyurur ki, Bəra ibn Azib radiyallahu anhu ki, biz Allah Rasulü sallallahu aleyhi və səlləm birlikdə cənazəyə çıxdıq. Və Allah Rasulü sallallahu aleyhi və səlləm qəbrin yanında oturdu. Biz də onun yanında sanki başımızda quşlar olubmuş kimi yanında oturduq. Yəni sakit oturduq. Və o həmçində buyurur ki, sahabə və vəfat edən kəs üçün də torpaq qazılırdı. Və Allah Rasulü sallallahu aleyhi və səlləm 3 dəfə belə dedi:
Mən Allaha qəbr azabına sığıram. Mən Allaha qəbr azabına sığıram. Bunu 3 dəfə dedi. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi. İnnel mu'mine izâ kâne fî ikbâlin minel âxirə və inkitâ'in mined dünya tenezzelet ileyhil melâiketu keenne alâ vücûhihimüş şams ma'a kulli vâhidin minhu kefenun ve hanutun fecelesu minhu meddel basar. Buyurur ki Allah Resulü sallallahu aleyhi ve sellem mümin ahirete yönəldiyi zaman, dünyadan əlaqəsini kəsdiyi zaman ona mələklər nazil olar. Mələklərin sanki üzü günəşə bənzəyər. Hər bir mələyin yanında kəfən və xoş ətir olar. Və həmin mələklər müminin gördüyü son məsafədə oturarlar. Və müminin ruhu çıxdığı zaman və yerlə səma arasında olan hər bir mələk, yəni hər bir səmada olan mələk onun üçün, mömin üçün dua edər. Və həmin mömin üçün səmanın qapıları onun üçün açılar. Və hər bir səma qapının sakini Allaha dua edər ki, möminin ruhu onun tərəfindən yüksəlsin. Və möminin ruhu yüksəldikdə mələklər belə deyər: Rəbbim, bu sənin filankəs qulundur. Və uca Allah belə deyər: Ərci'uhu fə inni əhiddu iləyhim ənni minhə xaləqtuhum və fiyhə u'iduhum və minhə uxricuhum tərətən uxra. Allah azə cələ deyər ki, onu geri qaytarım. Mən onlara əhd etdim ki, mən onları torpaqdan yaratdım və onları torpağa qaytaracağam, sonra o torpaqdan yenidən çıxardacağam. Və həmin mömin qəbirə qaytarılar və onun dostları, yəni onu dəf etdikdən sonra dostlarının ayaq səslərini eşidər. Və sonra onun yanına bir mələk gələr. Mələk gələr ona belə deyər: Mən Rabbuk, mə dinuk, mən nəbiyyuk. Deyər ki, Rabbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Və mömin də belə deyər: Rabbiyallah və dini əl-İslam və nəbiyyi Muhammed sallallahu aleyhi və səlləm. Mömin deyər ki, Rəbbim Allahdır, dinim İslamdır, Peyğəmbərim Muhammed sallallahu aleyhi və səlləmdir. Və mələk yenə şiddətli şəkildə yenə eyni sualı verər ki, Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Və bu möminə ərz olunan sonuncu sorğusu olar. Burada uca Allahın sözü həyata keçər ki, uca Allah Quranda buyurmuşdur ki, Yusabbitullahu-llezine amenu bil qavli-sabiti fil hayati-dünya və fil-axirə. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm söz ilə sabit edər. Bu səbəbdən də mömin deyər ki, mənim Rabbim Allahdır, dinim İslamdır, Peyğəmbərim Muhammed sallallahu aleyhi və səlləmdir. Və mələk ona deyər ki, sadaqdə, sən doğru söylədin. Və sonra həmin mömin qulun yanına qəbirdə üzü gözəl, üzü çox gözəl və xoş ətirli, paltarı gözəl olan bir kəs gələr və gələr ona, möminə belə deyər: Əbşir bi kəramətin minallahi və na'imin muqim. Allahdan bir ikram ilə və qalıcı neymət ilə müjdələn. Və mömin deyər ki, Allah səni xeyirlə müjdələsin. Sən kimsən? Həmin kəsə deyər ki, Ənə əməlükəs salih. Mən sənin salih əməlinəm. Və sonra deyər ki, sən Allaha itayətdə çevik, Allaha asilikdə isə ləngidin. Allah səni xeyirlə mükafatlandırsın. Və sonra həmin mömin üçün cənnətdə bir qapı açılar, həmçində cəhənnəmdən bir qapı açılar. Yəni cənnətdən bir qapı açılar və cəhənnəmdən də bir qapı açılar. Ona deyilər ki, əgər sən Allaha asilik etsəydin, sənin mənzilin, yəni cəhənnəmin qapısını göstərərlər, deyir ki, sən əgər Allaha asilik etsəydin, sənin yerin bura olacaqdı, mənzilin bura olacaqdı. Allah səni cənnət qapısını göstərərək, cənnət qapısı ilə səni, yəni bu cənnət ilə səni, yəni bunu əvəz etdi, dəyişdirdi. Və mömin cənnətdə olan şeyləri gördükdə belə deyər: Rabbi accil qiyaməs saati. Deyər ki, Rabbim qiyamət saatını tezləşdir.
keymə ərci'a ilə əhli və məli. Deyər ki, yəni qiyamət saatını tezləşdir ki, mən aləmin və malımın yanına qayıdım. Və ona deyilər ki, uskun, yəni sakit ol, rahat ol. Amma kafirə gəlincə isə, kafir dünyadan ayrıldığı zaman, axirətə yönəldiyi zaman ona sərt, kobud mələklər nazil olar və onun ruhunu yaş yunun tikanlı dəmir şişdən çıxardığı kimi onun ruhunu çıxardarlar və onun ruhu onun damarlarıyla birlikdə çıxar və hər bir səma və yerdəki olan, səma və yer arasında olan hər bir mələk, hər səmada olan hər bir mələk onu lənətləyər və səma qapıları bağlanar və hər bir səma qapısının sakini Allaha dua edər ki, onun ruhu onun tərəfindən qaldırılmasın. Və həmin kafirin ruhu qaldırıldığı zaman və mələklər deyərlər ki, Rabbi fulanun abduk. Deyər ki, Rabbim bu filan kəs qulundur. Və Allah azza cəllə deyər ki, onu geri qaytarın. Mən onlara əhd etdim ki, mən onları torpaqdan yaratdım və torpağa qaytaracağam və onları yenidən torpaqdan çıxaracağam. Və həmin kafir ruhu qəbirinə geri gətirərlər və o dostları, kafirin dostları onu dəf etdikdən sonra onların ayaq səsini, dostlarının ayaq səsini eşidər. Və sonra onun yanına bir mələk gələr və belə deyər: Mən Rabbuk, mə dinuk, mən nəbiyyuk. Deyər ki, Rabbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Və kafir deyər ki, lə ədri, bilmirəm. Və mələk də ona deyər ki, lə dəraytə və lə tələvtə. Deyər ki, nə bildin, nə də ki oxudun. Və sonra həmin kafirin yanına üzü çirkin, paltarı pis və iyrənc qoxulu bir kəs gələr. Ona deyər ki, əbşir bi havanin minallahi və azabin muqim. Deyər ki, Allahdan bir rüsvayçılıq, Allahdan bir rəzilliklə və qalıcı əzab ilə müjdələn. Və o da deyər ki, Allah səni şər ilə müjdələsin. Sən kimsən? Deyər ki, mən sənin xəbis əməlinəm. Sənin xəbis əməlinəm. Sən Allaha itaətdə ləng, amma Allaha asilikdə isə sevik idin. Allah səni şər ilə cəzalandırsın. Və sonra Allah azə cələ həmin kafirə kör, kar və lal bir mələk təyin edər. Mələkin əlində bir dəmirdən bir toppuz olar. Əgər o dəmir bir toppuz ilə dağa vursaydı, dağ toz torpağa çevrilərdi. Həmin mələk həmin toppuzla həmin kafirə vurar. Kafir toz torpağa yəni çevrilər. Yəni toz torpaq kimi parçalanar. Allah sonra yenə həminki vəziyyəti onu qaytarar və o yenidən mələk onu vurar və onun fəryadı, səsi, hər bir şey, yəni insan və cinlərdən başqa hər bir şey onun fəryadının səsini eşidər. Bu da dəyərli qardaşlarım nəyi göstərir? Göstərir ki, qəbir azabı haqqdır. Qəbir həyatı haqqdır. Bu səbəbdən də İbn Qeym Rahimehullah demişdir ki, qəbir azabı və Nəkir və Münkərin soru-sual etməsi barəsində hədislər mütəvatir dərəcəsindədir. İbn Qutaybə Rahimehullah demişdir ki, kim Quran və sünnədə qəbir azabının sabit olmasını bildikdən sonra inkar edərsə, Allah və Rasulunu təkzib etmişdir. Və Allah və Rasulunu təkzib edən isə İslamdan çıxmışdır, yəni kafir olmuşdur. Bu da onu göstərir ki, bu məsələ necə də önəmli və dində mühüm olan məsələlərdəndir. Sual ortaya çıxa bilər ki, qəbir azabı yalnız ruh görəcək, yoxsa bədənmi? Yəni insan qəbirdə əzabı ruhu ilə, yoxsa bədəni mi o əzabı hiss edəcək? İbn Teymiyyə Rahimehullah demişdir ki, insan həm ruhu, həm də bədəni ilə əzab görəcəkdir. Dəyərli qardaşlarım, bu səbəbdən də yəni müsəlman yaraşan odur ki, qəbir azabına səbəb olacaq günahları bilsin. Çünki qəbir azabına səbəb olacaq səbəblər vardır. Və müsəlmana yaraşan odur ki, qəbir azabına səbəb olacaq günahları bilsin ki, o günahlardan çəkilsin ki, qəbirdə azabdan xilas olsun. Qəbir əzabına səbəblərdən birincisi, dəyərli qardaş bacılarım, küfür və şirkdir. Anam surəsinin 93-cü ayəsində uca Allah buyurur ki,
وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللّٰهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ. Uca Allah buyurur ki, zalimları ölüm ayağında oldukları zaman mələklərin də əllərini uzadıb onlara canınızı çıxarın, Allaha qarşı nahaq sözlər söylədiyinizə və onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandıracaqsınız dediklərini bizdə görəydim. Təfsiri budur ki, dəyərli müsəlmanlar, kafir can verərkən mələklər ona əzab, rüsvayçılıq, qandallar, zəncirlər, cəhənnəm və Allahın ona olan qəzəbi ilə müjdə verərlər. Buna görə də onun ruhu bədənin hər tərəfinə dağılır. Çıxmaq istəmir, müqavimət göstərir və bədəndən ayrılmaqdan imtina edir. Bu zaman mələklər onun ruhunu çıxana qədər vururlar və ona belə deyirlər: öz canlarınızı çıxarın, bu gün siz alçadıcı əzabla cəzalandıracaqsınız. Zeyd ibn Sabitdən radiyallahu anhu rəvayət olunur ki, belə demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm Bəni Nəccara məxsus bir bağda öz qatırının üstündə idi. Biz də onunla birlikdə idik. Birdən qatır ürküb kənara sıçradı və az qaldı ki, onu yerə salsın. Bu zaman qarşımızda 6, yaxud da 5, yaxud da 4 qəbir gördük. Və Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: bu qəbirlərin sahiblərini tanıyan varmı? Bir nəfər dedi ki, mən tanıyıram. Buyurdur ki, sallallahu aleyhi və səlləm, bunlar nə vaxt ölüblər? O dedi ki, şirk üzərində ölüblər. Bundan sonra Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: bu ümmət qəbirlərində imtihan olunacaq. Əgər bir-birinizi dəfin etməyəcəyinizdən qorxmasaydım, Allaha dua edərdim ki, mənim eşitdiyim qəbir azabını sizə eşitdirsin. Sonra o bizə tərəf döndü və dedi ki, cəhənnəm azabından Allaha sığının və onlar dedilər, cəhənnəm azabından Allaha sığınırıq. O dedi, qəbir azabından Allaha sığının və onlar dedilər ki, qəbir azabından Allaha sığınırıq. Dəyərli qardaşlarım və bacılarım, bu göstərir ki, şirk və küfür necə də təhlükəli bir məsələdir. Uca Allah bütün rasullara, nəbilərə əmr etmişdir ki, tövhidi təbliğ etsin, şirkdən insanlar çəkindirsin. Bu səbəbdən də insanlar həm kiçik şirki, həm böyük şirki öyrənməlidir. Çünki Allah Azə Cəllə şirki bağışlamır və şirkdən aşağı olan günləri isə bağışlayır. Və buna görə də insan öncəliklə tövhidi öyrənməli və həyatına tətbiq etməli və şirkdən çəkinməlidir. Və qəbir əzabına səbəblərdən dəyərli müsəlmanlar, ikinci isə nifaqdır. Yəni ikiyüzlülük, münafiqlikdir. Uca Allah Tövbə surəsinin 101-ci ayəsində buyurur ki: "Və mimmen havlakum minel a'rabi munafiqun və min əhlil Mədinə meradu alan nifaqi la ta'lemuhum nahnu na'lemuhum سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ." Uca Allah buyurur ki, ətrafınızdakı bədəvilər və Mədinə əhalisi arasında iki üzlükdə inatkarlıq edən münafiqlər vardır. Sən onları tanımırsan, biz onları tanıyırıq. Biz onlara 2 dəfə əzab verəcəyik. Sonra da ahirətdə böyük bir əzaba düçar olacaqlar. Əbu Qatadə və Əl-Arabi ibn Ənəs bu ayənin təfsirində demişdir ki, biz onlara 2 dəfə əzab verəcəyik, yəni bir dəfə dünyada, digər isə qəbirdə. Bəzi 2 mələyin sualı hədislərində münafiqin qəbirdə əzab görəcəyi açıq şəkildə bildirmişdir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, əgər o münafiq olsa deyər, insanların dediyi bir sözü eşitdim, mən də onu dedim. Bilmirəm, mələklər ona deyərlər ki, biz sənin belə dediyini bilirdik. Sonra yerə əmr olunar, qəbir onu sıxsın. Yer onun üzərinə qapanar, qabırğaları bir-birinə keçər, Allah onu həmin yatdığı yerdən dirildənə qədər qəbirdə əzab içində qalar. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, münafiqə və ya kafirə deyilər,
bu adam Muhammed sallallahu aleyhi ve sellem hakkında ne deyirdin? O deyər bilmirəm. Mən sadəcə insanların dediyini deyirdim. Ona deyilər, nə bildin, nə də ki oxudun. Sonra ona dəmir toppuzla bir zərbə vurular. O elə bir fəryad çəkər ki, onu insan və cinlərdən başqa yaxınlıqda olan hər şey eşidər. Və bu, onu həmçində insanlar, qardaşlar və bacılar, insan nifaqın olacaq səbəblərdən, istər etiqadı olsun, istər əməli olsun, bunların hamısından çəkinməlidir. Yəni insan öyrənməlidir nifaqın həm əməli növünü, həm də etiqadı növünü ki, bu nifaqa düşməsin. Çünki nifaqın da böyük təhlükəsi var. İnşallah gələcək mövzularımızda buna da toxunacaq ki, bu necə də çox təhlükəli olan məsələlərdəndir. Hansı ki, münafiqlik, ikiyüzlülük dində, bunu da insan öyrənməli, bundan çəkinməlidir. Səbəblərdən dəyərli müsəlmanlar, qəbir əzabına Allahın zikrindən üz döndərmək. Allahın zikrindən üz döndərmək. Uca Allah Taha surəsinin 124-cü ayəsində buyurur ki: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Uca Allah buyurur ki, kim mənim zikrimdən üz döndərərsə, onun güzəranı daralar və biz qiyamət günü onu kör olaraq həşr edərik. Və Əbu Said radiyallahu anhu bu ayədəki güzəranı daralar ifadəsini belə təsvir etmişdir. Onun qəbri elə daraldılar ki, qabırğaları bir-birinə keçər. Və Əbu Hüreyrədən rəvayət olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bu ayə haqqında belə buyurmuşdur. Bu qəbir azabıdır. Bunu Bəzzar Rahimullah rəvayət etmişdir. İbn Kəsir Rahimullah isnadını həsən demişdir. Yəni insan Allahı daima zikr etməlidir. Yəni həm qəlbi ilə, həm dili ilə, həm də əzaları zikr etməlidir. Dili ilə, yəni daima dili Subhanallahi vəlhamdülillahi və la ilahe illallah və Allahu ekber zikirləri ilə, əzaları ilə namaz qılmalıdır, qəlbi ilə Allahın nişanlarını fikirləşməlidir. Yəni Allahı daima zikr etməlidir. Yəni Allahın zikrindən üz döndərmək olmaz, çünki səni əzablar gözləyir. Və həmçinin qəbir əzabına səbəblərdən dəyərli müsəlmanlar, yalan danışmaq. Buxaridə Samura ibn Cündəbdən radiyallahu anhudan bir hədis rəvayət olunur və bu hədis çox uzun bir hədisdir və qəbir azabının bəzi mənzərələrini təsvir edir bu hədis və Allah Resulü sallallahu aleyhi və səlləm öz yuxusunu danışır sahabələrə və bu hədisin gedişatında, bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir ki, sonra getdik və arxası üstə uzanmış bir kişinin yanına gəldik. Başqa bir adam onun başı üzərində əlində dəmirdən qarmaq tutaraq dayanmışdır. Yəni bir adam arxası üstə uzanıb, yanında da başı üzərində əlində bir dəmir var, dəmirin də nəyə var? Qarmağı var. Və o qarmağı kişinin üzünün bir tərəfinə keçirib, ağzının kənarının boynunun arxasına qədər, burnunu boynunun arxasına qədər və gözünü boynunun arxasına qədər yarırdı. Sonra o biri tərəfə keçib, eyni işi görürdü. Bir tərəfi əvvəlki halına qayıtmadan o biri tərəfi yarmağı bitirmirdi. Sonra yenidən əvvəlki kimi təkrarlayırdı. Və hədisin sonunda iki mələk Peyğəmbərə sallallahu aleyhi və səlləmə bunun səbəbini açıqlayaraq belə deyirlər. Ağzının kənarı boynuna qədər, burnu boynuna qədər, yəni ağzının kənarı boynuna qədər, burnu boynuna qədər və gözü boynuna qədər yarılan adam o kəsdir ki, evindən çıxar və elə bir yalan danışar ki, həmin yalan bütün üfüqlərə yayılmış olan. Başqa rəvayətdə gördüyünüz ağzı yarılan adam yalancıdır. O bir yalan danışar, həmin yalan ondan götürülüb hər tərəfə yayılır. Qiyamət gününə qədər ona gördüyün əzab verilir. Və İbn Əl-Arabi rahimehullah demişdir ki, yalancının ağzının yarılması günahın baş verdiyi üzvdə cəzanın tətbiq edilməsidir. Yəni rahimehullah deyir ki, yəni yalancı ağzı ilə danışdığına görə, ağzı ilə yalan danışmaq, bu cəza da onun ağzından verilir. Və ona görə insan yalandan uzaq durmalıdır, yalan danışmamalıdır. Bu həmçinin aiddir sosial şəbəkələrdə yalan məlumatlar verilməsi. Hamısı buna daxildir. Ona insan yalandan maksimum şəkildə uzaqlaşmalıdır. Qəbir əzabının səbəblərindən sələm, faiz yemək.
Və həmin hədisdə buyurulur ki, biz yolumuza davam etdik. Nəhayət gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kənarında isə başqa birisi dayanmışdı. Qarşısında da çoxlu daşlar var idi. Çayın içindəki adam sahilə çıxmaq istədikdə, sahildəki adam daşla onun ağzına vurur və o öz yerinə qayıdırdı. Beləcə o, hər dəfə sahilə çıxmaq istədikdə, sahildəki adam daşla onun ağzından vurur və o öz yerinə qayıdırdı. Mən bu nədir deyə soruşdum, mənə get dedilər. Və hədisin izahında deyilir ki, çayın içindəki gördüklərin isə sələm yeyənlərdir. Və ona görə də insan sələmdən, faizdən qaçmalıdır. Hələ bu günümüzdə banklar var, insanlar banklara girirlər, faizdən pul alırlar, insan bundan qaçmalıdır. İbn Teymiyyə rahimehullah deyir ki, şirkdən sonra ən şiddətli cəza, təhdid, vədə, yəni təhdidlər sələmə gəlmişdir. Yəni şirkdən sonra ən çox hədə gələn günah sələmdir. Ona görə insan sələmdən uzaq dayanmalıdır. Və digər səbəblərdən qəbir əzablarından zinadır. Həmin hədisdə buyurulur ki, biz yolumuza davam etdik. Nəhayət gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyuğun altında atəş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda onlar yuxarı qalxırdılar. Hətta az qalırdı ki, oradan bayıra çıxsınlar. Alov səngidikdə isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən bunlar kimdir deyə soruşdum, mənə get dedilər. Hədisin izahında deyilir ki, dəlikdə gördüyün adamlar zinakarlardır. Və ona görə də yəni maksimum şəkildə müsəlman göz zinasından, zinadan çəkinməlidir. Çünki zinanın böyük fəsadları var. Həmçinin də göz zinasından da çəkinməlidir ki, bu göz zinası insanı zinaya aparır. Çünki günümüzdə də bilirsiniz, atı-satı geyinən qadınlar var və insan gözlərini qorumalı və şeytanın zəhərini udmamalıdır. Və bu günahdan qaçmalıdır. Və qəbir əzabının səbəblərindən Quranı tərk etmək və fərz namazlarına yatıb qalmaq. Quranı tərk etmək və fərz namazlarına yatıb qalmaq. Sonra hədisdə buyurulur ki, uzanmış bir kişinin yanına gəldik. Onun baş üzərində isə başqa bir adam əlində böyük bir daşla dayanmışdı. Yəni bir adam da uzanmışdı, yanında da əlində daş var, onun yanında dayanıb. O daşı onun başına vururdu və başını yarırdı. Daş yuvarlanıb uzağa gedirdi. O daşın ardınca gedib onu götürür və geri qaydanda isə kişinin başı əvvəlki halına gəlmiş olurdu. Sonra yenidən ona qayıdıb ilk dəfə etdiyi kimi edirdi, yəni başını yarırdı. Sonra hədisin sonunda iki mələk peyğəmbərə belə dedilər: başına daş vurulan həmin adam Quranı öyrənib, sonra onu tərk edən və fərz namazlardan yatıb qalan adamdır. Başqa rivayətdə isə belə gəlmişdir: başının əzildiyini gördüyün adam Allahın ona Quran öyrətdiyi bir şəxsdir. O gecə Quranı tərk etmiş, gündüz isə onunla əməl etməmişdir. Qiyamətə qədər ona belə əzab veriləcəkdir. Və ona görə də dəyərli qardaşlarım, insan Quranı tərk etməməlidir. İbn Qeym rahimehullah buyurur ki, Quran dinləməyi, Quran oxumağı, Quran əzbərləməyi, Quranın içində olan şeyləri başa düşməyi, fəhim etməyi və Quranda olan içində şeyləri həyatına tətbiq etməyi, əməl etməyi tərk etmək, ha belə ruqyani, şəfa niyyəti ilə Quranı tərk etmək, bu Quranı tərk etməkdən sayılır. İnsan Quranı tərk etməməlidir. Bu necə Quranı tərk edə bilər ki, bu Allahın, səni yaradan aləmlər Rəbbi Allahın kəlamıdır. Və ha belə insan fərz namazlarına necə yata bilər? Və insan səhərlər işə gedə bilir, ruzu dalınca gedə bilir, azuqa üçün, dünya iş üçün gedə bilir. Lakin onu yaradan Rəbbi üçün səhər qalxıb, yəni sübh namazını qılmır, fərz namazına yatır və bu da ona beləcə bir əzablar gözləyir. Hansı ki, o kəslər ki, fərz namazına yatıb qalırlar. Qəbir əzabının səbəblərindən təkəbbürlüklə paltarı yerlə sürmək. İbn Ömər radiyallahu anhu rivayet edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir: bir nəfər təkəbbürlüyündən izarının ətəyini yerlə sürüyərkən qəfildən yerə girdi. Bu adam qiyamət gününə dək yerin ən aşağı təbəqəsinə doğru girməyə davam edəcəkdir. Ona görə də təkəbbür ilə paltar yerə sürmək də yəni bu əzaba səbəblərdəndir. Və digər səbəblərdən heyvanı həbs etmək və ona əzab vermək. Allah Resulü
sallallahu aleyhi və səlləm belə demişdir. Cəhənnəm mənə göstərildi. Orada İsrail övladlarından bir qadını gördüm ki, saxladığı bir pişiyə görə əzab çəkirdi. Onu bağlamışdı. Ona nə yemək verirdi, nə də buraxırdır ki, yerin həşəratlarını yesin. Ona görə də hər bir müsəlman heyvanlara mərhəmət etməlidir. İsti havada heyvana su görəni su verməlidir. Hər bir heyvana mərhəmətlə yanaşmalıdır. Və necə ki, hədisdə gəlir ki, yer əhlinə mərhəmət edin ki, göydəki olan isə mərhəmət etsin. Və digər səbəblərdən, qəbr azabına səbəblərdən oğurluqdur. Müslimdə gələn hədisdə Cabir ibn Abdullah rəvayət edir və bu hədis kusuf namazının hədisidir və bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, cəhənnəmdə qarmaqlı əsanın sahibini gördüm. Yəni onun əsası və onun qarmağı vardı. Və o bağırsaqlarını sürüyürdü. Həccə gələn insanların əşyalarını qarmaqlı əsası ilə oğurlayardı. Əgər sahibi duysaydı, sadəcə əsama ilişib qaldı deyərdi. Əgər hiss etməsəydi, onu aparardı. Yəni əsa vardı onda və qarmağı ilişdirib oğurluyurdu və kimsə onu biləndə deyərdi ki, bu mənim qarmağı var, əsamda ilişib ora. İstədiməyəndə aparardı və bu oğurluğun da qəbr azabına və cəhənnəmdə azaba səbəblərdəndir. Və Əl-Beyhəqi İsbatu Azabil Qabr əsərində demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kusuf namazı qıldığı zaman cəhənnəmdə bağırsaqlarını sürüyən adamı, oğurluğa görə əzab ediləni və pişiyə görə əzab olunan qadını gördü. Halbuki onlar öz dövrlərində yaşayan insanların gözündə qəbirdə çürümüş vəziyyətdə idilər. Peyğəmbərlə birlikdə namaz qılanlar isə onun gördüklərini görmədilər. Və digər səbəblərdən, qəbr azabına səbəblərdən borcdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm 2 dinar borcu olan və Əbu Qatada radiyallahu anh adlı sahabənin onun borcunu ödəyəcəyini öhdəsindən götürməyənə kimi onun üçün cənazə namazı qılmaqdan imtina etmişdir. Ertəsi günü onu gördükdə Əbu Qatada borcu ödədim dedi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, indi dərisi soydu. Yəni bu borca görə onun üzərində gələcək olan əzabdan nicat tapdı. Həmçinin də buyurmuşdur ki, sallallahu aleyhi və səlləm, İnnə sahibəkum məsurun bideynihi. Yoldaşınız borcuna görə əsir edilib. Həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Nəfsul mümini muallaqatun bideynihi. Hətta yuqda anhu. Buyurmuşdur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm müminin nəfsi, ruhu borcu ödənənə kimi asılı qalır. Və İbn Hüseymin rahimehullah demişdir ki, yəni insanın nəfsi qəbirdə olduğu halda borcuna bağlı olur. Sanki Allah daha yaxşı bilir, borcun gedişdirilməsindən əziyyət çəkir, nemətlə sevinə bilmir və rahatlıq tapmır. Çünki onun üzərində borc vardır. Yəni borc da çox təhlükəli məsələdir. Çoxlu hədələr gəlib və insan qiyamət günü qəbirdə azab görməsinin səbəblərdəndir. Və İslam Yaşa kanalımızda borcun təhlükəsi barəsində danışmışıq. Kim onu istəsə ondan dinləyə bilər ki, borca nə qədər təhdidlər gəlib, necə belə hədələr gəlmişdir borca. Bu borc da təhlükəlidir. Kimin borcu varsa dərhal borcunu qaytarsın, üzərində borc saxlamasın. Və digər səbəblərdən qəbir əzablarından Lut qövmünün əməlidir. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Lut qövmünün əməlini edən şəxsi tapsanız, həm edəni, həm də üzərində ediləni öldürün. İbn Abbas radiyallahu anhuma demişdir ki, kətdəki ən hündür binaya çıxarılır, oradan atılır, sonra da Lut qövmünə edildiyi kimi daşlanır. Bu Lut qövmü nədir? Kişinin kişiyə yaxınlaşmasıdır. Həm bu dünyada, həm də axirətdə onun cəzası vardır, ağır cəzası vardır. Və Allah azza cəllə bu günahın çirkliyinə görə başqa bir qövmə vermədiyi 4 cəzanı onlara vermişdir. Onların gözlərini kör etmişdir, şəhərlərin altını üstünə çevirmişdir, üzərlərinə pişmiş gildən daşlar yağdırmışdır, onlara dəhşətli bir səs göndərmişdir. Və İbn Abbas radiyallahu anhuma demişdir ki, Lut qövmünün əməl edən şəxs tövbə etmədən ölərsə, qəbirdə kərtənkələ çevirilər. Və digər səbəblərdən meyit üçün ağı deyib ağlamaq, yəni qəbir azabına səbəblərdən meyit üçün ağı deyib ağlamaq. Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki,
üzərində ağı deyilən şəxs onun üçün deyilən ağız səbəbi ilə azab görər. Müslimdə gələn rivayətdə meyit qəbrində onun üçün deyilən ağız səbəbi ilə əzab olunur. Və İbn Ömər radiyallahu anhuma rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belədir. Meyit ailəsinin onun üçün ağlaması səbəbi ilə azab görər. Bu kimlərə aiddir qardaşlar? Kim ki bu şeydən razıdır. Kim ki vəsiyyət etsə ki, mənim öləndən sonra ağlamayın və bu xurafatlar eləməyin, vəsiyyət eləsə desə və sonra vəfat edərsə, bu həmin adama aid deyil. Hansı adama aiddir? O insan ki bu şeylərdən razıdır. Və həmçinin də səbəblərdən Ramazanda üzürsüz orucunu açanlar, yəni orucu tutmayanlar. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən yatdığım zaman 2 nəfər yanıma gəldi. Onlar məni qollarımdan tutub sıldırım bir dağa gətirdilər və dedilər, qalx. Mən dedim, mən buna güc yetirə bilmirəm. Onlar dedilər, biz onu sənin üçün asanlaşdıracaq. Mən dağın zirvəsinə qalxdım. Dağın ortasına çatdıqda şiddətli səslər eşitdim. Soruşdum, bu səslər nədir? Dedilər ki, bunlar cəhənnəm əhlinin fəryadlarıdır. Sonra məni apardılar, bir də gördüm ki, bəzi insanlar ayaq daban damarlarından asılmışlar, ağızlarının kənarları yarılmış, oradan qan axırdı. Soruşdum ki, bunlar kimlərdir? Dedilər ki, bunlar oruclarının açılma vaxtı çatmamış, oruclarını pozanlardır. Ona görə insan daima nə etməlidir? Ramazan orucunu tutmalıdır. Özü müsəlman deyən Ramazan orucu tutmalı. Çünki Ramazan orucu İslamın rukunlarındandır və Allah Azza Cəllə əmr etdiyi əməldir. Ona görə də Ramazanda heç bir müsəlman yarışmaz ki, Ramazan orucunu üzürsüz olaraq, yəni orucunu tərk eləsin. Və həmçinin də səbəblərdən üzürsüz olaraq uşağı əmizdirməkdən imtina etmək. Üzürsüz olaraq uşağı əmizdirməkdən imtina etmək. Öncəki qeyd etmiş hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sonra məni apardılar. Bir də gördüm ki, bəzi qadınların döşlərini ilanlar dişləyir. Soruşdum, bunlar kimlərdir? Dedilər, bunlar öz uşaqlarını südlərinə məhrum edən qadınlardır. Və qadınlar da bilməlidir ki, əgər öz sinələrindəki olan südü uşağa verməsə, azab görəcəkdir. Və bəzi qadınlar nə edir? Uşağa süd vermir və sinəsi öyrəşdirir, bəzi şeylərə öyrəşdirir ki, nədir? Özünə əziyyət verməsin və özünün sinəsini qorusun və yaxud bunlar nədir? Bu da qadının qəbirdə, cəhənnəmdə azab görməsinə səbəbdir. Və həmçində qəbir azabına olan səbəblərdən insanlara yaxşılığı əmr edib, özünü unutmaq. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, meyraca aparıldığım gecə bəzi adamlar gördüm ki, onların dodaqları otdan olan qayçılarla kəsilirdi. Mən dedim, ey Cəbrail, bunlar kimlərdir? O dedi, bunlar sənin ümmətinin xətibləridir. İnsanlara yaxşılığı əmr edir, özlərini isə unudurlar. Halbuki kitabı da oxuyurlar, məgər ağıllarını işlətmirlər. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Meyrac gecəsi bir qövmün yanından keçdim. Onların dodaqları otdan olan qayçılarla kəsilirdi. Hər dəfə kəsildikcə yenidən əvvəlki halına qayıdırdı. Mən dedim, ey Cəbrail, bunlar kimlərdir? O dedi ki, bunlar ümmətinin hələ xətibləridir ki, dediklərini özləri etmirlər, Allahın kitabını oxuyur, lakin ona əməl etmirlər. Ona görə də Allah bizi bu şeydən qorusun. Allah Azza Cəllə bizi belə şeydən çəkindirsin ki, yəni insan özü deyir, özü əməl etmir və həmçinin görürsən ki, xətiblər ki, xütbə verənlər ki və sünnədən danışırlar, lakin əməllərində bidətlər, xurafatlar, şirklər, özləri sünnə əməl etmirlər və bu da qiyamət günü onu və qəbirdə onun gözləyən əzablardandır. Və həmçinin də səbəblərdən, qardaşlar, sonuncu, yəni səbəblərdən və qardaş bacılarım, bu sonuncu olan səbəblərdən sidikdən qorunmamaq, nammamlıq etmək, insanlara diri ilə əziyyət vermək və qeybət etmək. Və Allah Resulü sallallahu aleyhi və səlləm, necə ki İbn Abbas radiyallahu rəvayət edir ki, Mədinə və Məkkə bostanlarından birinin yanından keçərkən qəbirlərini əzab çəkən 2 adamın səsini eşitdi. Allah Resulü sallallahu aleyhi və səlləm, bunlar əzab çəkirlər.
amma böyük bir şeyə görə əzab çəkmirlər dedi. Sonra bunun səbəbini bildirib dedi: bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdirərdi. Sonra o bir xurma budağı gətirməyi əmr etdi. Budağı ikiyə böldü. Hər birinin qəbrinin üstünə bir yarısını sancdı. Ondan ey Allahın Rasulü, nə üçün belə etdin deyə soruşdular. Dedi ki, ola bilsin ki, bunlar quruyana dək onların əzabı yüngülləşsin. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir: onlardan biri sidikdən çəkinməzdi, digəri isə insanlara dili ilə əziyyət verər, onlar arasında söz gəzdirər və nəmmamlıq edərdi. Yəni insan sidikdən qorunmalıdır. Bəzi insanlar istehza deyirlər ki, falan möminlər oturub ayaq yoluna gedirlər və yaxud da özlərini yuyurlar. Niyə deyirlər? İstehza edirlər. Bu bilsinlər ki, bu Allah və Rasulun əmridir. Həmçinin də kim sidikdən qorunmazsa, alt paltarı sidiyə dəyərsə, onu qəbirdə əzab gözləyir. Ona qəbirdə əzaba. Biz də bu qəbir əzabından çəkinməyimiz üçün, yəni uzaq dayandığı üçün bu şeyləri biz edirik. Hər bir insana da qorxmaq lazımdır ki, yəni o bu əzabdan qorxsun və sidiyi paltarın dəlməsinə imkan verməsin. Həmçinin də söz gəzdirməsin, nəmmamlıq etməsin. Bu qardaşdan bu qardaşa söz aparmasın. Bu bacıdan o bacıya söz aparmasın. Aradan araya söz gəzdirməsin. Bu da qəbir əzabına səbəbdir. Və insanlara dili ilə əziyyət vermək, insanlara dili ilə əziyyət verməsin. Bunun içərisinə daxildir söyüş, təhqir, lənət, istehza, lağ etmək, yalan danışmaq, insanların namusuna dil uzatmaq, böhtan atmaq, iftira atmaq, qeybət etmək. Bunlar hamısı bunun içərisinə daxildir. İnsan dilini qorumalıdır, dilini, ağzında olan dilini qorumalıdır ki, bu dilinə görə çoxlu əzablar görəcəkdir. Və Əbu Bəkr radiyallahu rəvayət edir ki, mən Peyğəmbərlə sallallahu aleyhi və səlləm ilə gedirdim. O mənim əlimdən tutmuşdu. Qarşımızda iki qəbir vardı. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu: bu iki qəbir sahibi əzab çəkir, lakin böyük bir günaha görə deyil. Sonra buyurdu: mənə bir yaş budaq gətirin. Mən tələsib gətirdim. O budağı iki yerə bölüb hər qəbrin üzərinə bir parça qoydu və dedi ki, ümid edirəm ki, bunlar qurumadıqca onların əzabı yüngülləşər. Onlardan biri qeybətə, digər isə sidikdən təmizlənməməyə görə əzab görür. Və digər hədisdə isə Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi: ey Meymunə, qiyamət günü ən şiddətli əzablardan biri qeybət və sidikdir. Ona görə də insan qeybətdən çəkinməlidir. Qeybət elə bir günahdır ki, nə namaz, nə sədəqə, nə oruz o günahı silə bilmir. Qeybət insanı fəsada uğradır, onun savablarını məhv edir, həlak edir. Ona görə insan qeybətdən uzaqlaşmalıdır. Kimisə qeybətini etməməlidir, danışmamalıdır, dilini qorumalıdır və bilsin ki, ona nə əzablar gözləyir həm qəbirdə, həm axirətdə və həmçinin də insan da sidikdən qorunmalıdır. Və uca Allaha dua edirəm ki, Allah Azze Celle bizi qəbir əzabından qorusun və qəbir əzabına səbəb olacaq günahlardan bizi çəkindirsin. Allah Azze Celle bizə yəni bu şeylə qəbirdə nizat tapmağı nəsib etsin. Və Allah Azze dua edirəm ki, bu dərsimi hər bir müsəlman bazı qardaşıma faydalı etsin. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahe ilə ən və əstəğfiruka və atubu ileyk.